Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 15:30-da görüşümüz var idi. Xəbər verilir ki, bu sözləri açıqlamasında vəfat edən əməkdar artist Cabir İmanovun dostu deyib. O, aktyorla planlaşdırdığı görüşün yarım qaldığını vurğulayıb. Bugün telefonda məlumat verildi. 15:30-da görüşümüz var idi. Çox təəssüf ki, görüş qismət olmadı. Xəbəri eşidən kimi gəldim. Hadisə idman zalında olub. Axşam isə toyda iştirak edib özünü yaxşı hiss edirmiş. Xatırladaq ki, əməkdar artist Cabir İmanov bugün Bakıda idman zalında infarktdan vəfat edib. O, məşq zalında müvazinətini itirərək yıxılıb. Aktyorun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər. Cabir İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok verilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.